Ölüm zamanı beyin daha 7 dəqiqə yaşayır və ən gözəl xatirələrini canlandırır. Və sən kimin bu xatirələrində olacaqsan görəsən. Ürək dayananda qan axını kəsilir. Oksigensiz qalan beyin dərhal ölmür. Maksimum gücü ilə çalışır və son dəfə işləyir. Bu zaman beyin qabığında elektrik impulsları yayılır. Alimlərin bəziləri bunun şuurun son partlayışı kimi təsvir edir və bəzi insanlar ölümə yaxın 7 dəqiqədəki anlarda deyir ki, bütün həyatım bir anda gözümün önündən keçdi. Bəziləri isə hətta belə təsvir edir: işığa doğru hərəkət, tunel hissi, sakitlik və ayrılma. Bu fenomen ölümə yaxın təcrübə kimi tanınır və hələ tam izah olunmayıb. 2022-ci ildə aparılan elektroensefalografiya müşahidəsi zamanı ölümə yaxın bir pasientdə qama dalğalarında kəskin artım qeydə alındı. Bu dalğalar nə ilə əlaqəlidir? Yaddaş, şuur və xatirələrin aktivləşməsi ilə. Yəni beyin son anda öz yaddaş şəbəkələrini aktivləşdirə bilir. Bəlkə də ən dərin xatirələri, yəni xatirələr təsadüfi deyil. Onlar beyin hüceyrələrinin sinxron, anormal aktivləşməsi ilə yenidən canlanır. Bəlkə də son gördüyün şey ən dəyərli xatirəndir. Səncə beynin son anda hansı xatirələrini göstərəcək sənə? Sən kimin son ən vacib xatirələrində olacaqsan? Fikirlərinizi yazın. Bu mövzu hələ də elm üçün açıqdır.